məsləhət görərsiniz? Müəllimlərimiz nə etməlidirlər, nə oxumalıdırlar və yaxud da nə izləməlidirlər ki, özlərinə hər hansı bir xüsusi bir üslub tapa bilsinlər? Hal-hazırda süni intellekt. Ancaq. Ancaq yox əlbəttə ki, amma süni intellekt sizə o ideyaları verir. Mən hətta özümdə süni intellektdən istifadə edirəm. Deyirəm ki, məsələn, mövzu budur, mənim izah etmək istədiyim budur. Əlbəttə ki, mən copy-paste eləmirəm. Sadəcə ideyaya baxıram ki, görüm ki, həmişə də süni intellekt düzgün ideya vermir, amma ilhamlanmağa kömək eləyir. Əsas odur ki, o məlumatı düzgün filtrləməyi bacarasınız. Bu çox önəmli bir nüansdır ki, onu həm müəllimlər də bacarmalıdır, həm şagirdlər də bacarmalıdır. Və müəllimlər bacarandan sonra şagirdləri düzgün yönləndirməlidir. Hətta bu yaxınlarda bir təlimdə olmuşdu, bu süni intellekt təlimində. Orada da deyirdik ki, biz müəllimlər artıq siz gülməlidir demək ki, əşi bu süni intellekt nədir? Bu neynirik biz? Uşaqlarımızı pozur, bizi pozur. Bu yanaşmanı artıq bir qırağa qoymaq lazımdır. Yəni real olaraq fakt nədir? Hal-hazırda bizim həyatımızda süni intellekt var. Sən müəllim olaraq fikirləşməlisən ki, mən bunu necə öyrənim ki, dərsimə necə düzgün şəkildə adaptasiya edeyim. Məsələn, mən keçəndən süni intellekt məsələləri artanda mən özüm də bir təlimə qoşulmuşdum, onlayn təlimə süni intellektlə bağlı. Oradakı deməli öyrəndiyim toolları dedim sinifdə bir yoxlayım. Orada sinifdə də mövzunu qurtarmışdıq. Dedim ki, bu mövzunu şəkil formasında, mənə komiks formasında çıxardın ortaya. Süni intellekti də verdim ki, necə təsəvvür edirsiniz bu mövzunun, tutalım ki, ümumi recap deyirik də, biz ümumiləşdirməsini. Necə təsəvvür edirsiniz, mən onu göstərdim. Qruplara uşaqları böldüm, kompüterləri verdim. Deməli, bir neçə süni intellekt saytı verdim ki, bu süni intellektlər pulsuzdur, ödənişsizdir. Siz sadəcə mənə komiks yaratması şəkillərlə bağlı. Və əsas problem nə idi? Sorğu göndərməyi bilmirlər uşaqlar. Promptları vermək, sorğu. Eynən. Məsələn, promlaşdırmanı bilmirlər. Mən o prosesdə onlara yaxınlaşırdım, deyirdim ki, promu necə verməlisən. Bunu məsəl üçün mən təlimdə öyrənməsəydim ki, promptlaşma. Tətbiq edə bilməyəcəydiniz. Eynən, mən bunu öyrənməsəydim təlimdə, mən özüm də onu etdikdən sonra, təcrübə etdikdən sonra sinifə gətirə bilməzdim. Və sinifdə uşaqlar bunu bacarmırdılar. Yəni, mən müəllim olaraq birinci öyrəndim bunu, sonra gəldim uşaqlarıma öyrətdim. Uşaqlarım da artıq bildilər ki, bu prompt nə demək? İşi asanlaşdırır mı faktiki olaraq? Yəni, asanlaşdırır. Mən, məsəl üçün, valla bu il çox işimi süni intellektdən görmüşəm və çox da faydasını görmüşəm. Yenə deyirəm, ümumiyyətlə, süni intellekt elə bir şeydir ki, siz ona əlbəttə ki, %100 güvənə bilməzsiniz. Yəni, bütün hər şeydə ona tapşırmağınız düzgün bir şey deyil. Yəni, siz onu idarə eləməlisiniz, o sizi idarə etməməlidir. Amma bir növ sizin köməkçiniz olmalıdır. Delegation deyirik də, biz işi ötürmə məsələsi. İşi ötürmə məsələsində çox yaxşı da kömək eləyir. İdeyaları paylaşırsan, sorğu düzgün göndərsin və sənin sorğu əsasında düzgün işləyir. Və əlbəttə ki, müəllim olaraq bizim fənlərdə də belə bir məqam